bildiyiniz kimi dövlət başçısı 2025-ci ili Azərbaycanda konstitusiya və suverenlik ili elan edib. Biz bugün bu anlayışlardan birini, suverenlik anlayışını müzakirə etmək üçün bura toplaşmışıq və qonaqlarımızı sizə təqdim edeyim, sonra mövzumuza keçək. Qonaqlarımız Təhsil Nazirinin müşaviri Nicat Məmmədov və Xəzər Universitetinin dosenti Orxan Vəliyev. Nicat bəy, əvvəlcə sizdən başlayaq bu mövzunu, çünki siz bu mövzunun peşəkarısısınız. Mən bu suverenlik anlayışın, baxmayaraq ki, bu 19-cu əsrdə məna ilə doldurulub əsasən. Amma mən bu Kissingerin səhv eləmirəmsə, Dünya Nizamı deyilən bir kitabını oxumuşdum bir ara. Orada bu 1612-1642-ci il, 30 il müharibələrində Vestfaliya sülh müqaviləsində ilk dəfə belə bir anlayışın tarix səhnəsinə çıxdığını orada şahid olmuşdum. Orada ilk dəfə ərazi bütövlüyünün toxunulması, vicdan azadlığı kimi ifadələr yer almışdı. Düzdür, Avropa ölkələri onları sonra pozdular, heç əməl eləmədilər onlara. Ona görə də biz istəyərdim ki, bu anlayışın necə tarix boyunca öz mənasını aldığı haqqında danışaq. Çünki vətəndaşlarımızda da bir aydın təsəvvür olsun. Bu mən yazıcı olduğum üçün bunu bilirəm ki, sözün mənasını bilməyəndə onun məsuliyyətini də insan dərk eləməkdə çətinlik çəkir. Doğru. Ona görə istəyərdim ki, buradan başlayaq. Təşəkkür edirəm. Mən də həm izləyicilərimizi, həm də sizi salamlayıram. Əslində mövzu olaraq çox maraqlı mövzudur. Siz doğru qeyd edirsiniz ki, ideyanın, yəni belə deyək də, konsept olaraq suverenlik konseptinin formalaşması, daha dolğun olaraq ortaya çıxması 19 daha çox 20-ci əsrlərin belə deyək də məhsuludur. Amma bununla bağlı kifayət qədər çox əvvəldən yazan mütəxəssislər və mütəfəkkirlər deyə daha çox olub da. Və siz çox haqlı qeyd edirsiniz ki, doğrudan da xüsusilə milli dövlətlərin formalaşması dediyimiz bir məsələ ki, 30 illik müharibədən sonra formalaşmağa başlayır. Yəni Vestfal müharibəsi sülhündən sonra formalaşmağa başlayır və suverenlik anlayışı da məhz buradan daha çox qaynaqlanmağa başlayır. Bu tamamilə doğru ideyadır. Amma suverenlik anlayışını yalnız Vestfalla belə deyək də məhdudlaşdırmaq kifayət qədər məsələyə dar yanaşma olardı. Belə deyək də bütün tarixi ekskurs eləmək istəmirəm. Jean Baden'dən başlayıb, Thomas Hobbes'dan başlayıb bunları demək istəmirəm. Çünki bu oxucuları da, dinləyiciləri də yorar və əslində bizi mövzudan da yayındır. Amma müasir anlamda biz daha çox nəyi nəzərdə tuturuq suverenlik dedikdə, bunun bir neçə aspektinə baxmağa çalışaq və bu çərçivədə bunu izah eləməyə çalışaq. Müasir elmdə, siyasət elmində və hüquq elmində adətən suverenliyin 4 əsas formasını göstərirlər ki, bunların çərçivəsində izah eləsək daha yaxşı olar məncə. Birinci sizin dediyiniz Vestfal. Gəlin lap birinci ondan başlayaq ki, suverenlik adətən beynəlxalq hüququn predmetlərindən biridir və beynəlxalq hüquqi tanınma kimi qeyd olunur. Bu nədir? Sizi bir dövləti və yaxud da bir ərazini, həmin ərazidə olan hakimiyyəti, hansı ki dövləti necə nəzərdə tuturuz? Klassik tərifi olaraq da biz deyirik ki, dövlətin ərazisi olmalıdır, onun əhalisi olmalıdır, onun hakimiyyəti olmalıdır və həmin hakimiyyətin, həmin dövlətin və ərazisi və insanları üzərində suveren hakimiyyəti olmalıdır. Bu dövləti tanımlayan bir belə deyək, tərif olaraq desək verək. Bunun üzərindən də gedəndə baxırıq ki, suverenlik odur ki, beynəlxalq hüquqi anlamda suverenlik odur ki, bir dövlət digər dövlətin mövcud olduğunu, onu dövlət kimi qəbul edir, tanıyır və bu tanınmanın nəticəsində müxtəlif prosedurlar. Məsələn, deyək ki, bir-birlərinə səfir göndərirlər, bir-birlərinin ölkələrində diplomatik münasibətlər qururlar və s. Bu, beynəlxalq hüquqi tanınmadır. Hər birinin limitləri var. Bunlar barəsində də qısa olaraq danışmaq olar. İkincisinə deyirlər, dediyiniz Vestfal suverenliyi. Vestfal suverenliyi Vestfal sülhünün özü ilə tam olaraq ortalığa çıxmayıb, ondan sonra mütəfəkkirlər onu daha çox formalaşdırıblar. Vestfal suverenliyi dedikdə bir ölkənin hakimiyyətinin öz ölkəsinin içərisindəki eksternal faktorlardan uzaqlaşdırma qabiliyyəti nəzərdə tutulur. Yəni, hakimiyyət strukturlarına ölkədən kənardan olan müdaxilənin qarşısını almaq məsələsi əsas götürülür. Yəni, suverenlik odur ki, bir dövlət var, o dövlətin strukturlaşmış bir hakimiyyəti var və o hakimiyyət
ölkədən kənarda olan aktorların və hansısa faktorların həmin hakimiyyətə müdaxiləsinə, dövlətə müdaxiləsinə mane olur. Bu cür qabiliyyəti var. Bu suverenliyi formalaşdırır. Domestik suverenliyin mahiyyəti ondan ibarətdir ki, ölkənin içərisində olan hakimiyyət deməli strukturlaşıb, institutlaşıb və eyni zamanda həmin hakimiyyət, həmin ölkə içərisində məcburi dominant funksiyaları həyata keçirə bilir. Və nəhayət dördüncü dediyimiz bir suverenlik var. Buna adətən qarşılıqlı sərhəd keçidi olan suverenlik deyilir. Bu da o deməkdir ki, həmin ərazidə dövlətdə olan suverenlik qarşılıqlı münasibətli, yəni transsərhəd keçidlərini tənzimləmək imkanındadır. Biz transsərhəd keçidləri dedikdə sadəcə olaraq yalnız məsələn adamların keçidini nəzərdə tutmuruq. Burada həm əmək bazarının, həm kapitalın, həm informasiyanın hər cür keçidini nəzərdə tuturuq. Bu 4 suverenliyin 4-ünə də uyğun dünyada ölkələr mövcuddur. Çox azdır. Çox doğru qeyd edirsiniz ki, 4 suverenliyin 4-ünə də uyğun olan, tam müstəqilliyi olan, yəni tam suverenliyi olan ölkələr çox azdır. Bu müxtəlif tarixi səbəblərdən olur. Ola bilsin ki, hansısa özünün müəyyən səlahiyyətlərini, məsələn deyək ki, eksternal faktorlar dedik Vestfal sülhündə. Biz belə hesab edirik ki, məsələn Avropanın bir çox dövlətləri özlərinin kifayət qədər suveren, müstəqil, belə deyək də, öz suverenliyi olan dövlətlərdir. Amma baxsaq Avropa İttifaqı konsepsiyasına, onlar eksternal faktorları kifayət qədər ölkələrinin daxillərinə salıblar. Doğrudurmu? Yəni, müəyyən institutlar yaradıblar ki, o institutlar daxili məsələləri də başqaları tərəfindən müdaxilə eləyə bilir. Və yaxud da, deyək ki, ən maraqlısını deyim sizə, məsələn, deyək ki, beynəlxalq hüquqi tanınma. Beynəlxalq hüquqi tanınma anlayışı, məsələn, və yaxud da domestikin daha yaxşı formasından birini sizə deyim. Bizim hamımız çox yaxşı bilirik ki, Tayvan adlanan bir dövlət var. Bu, özünün hakimiyyəti var, içərisində hakimiyyət öz suverenliyi təmin eləyib. Orada normal, belə deyək də, dövlət strukturları fəaliyyət göstərir, amma dünyanın heç bir dövləti Tayvanı dövlət kimi tanımır. O BMT-də oturmayıb. Dövlət kimi nəzərdə tutulmayıb. Amma bir suverenlik mövcuddur da orada, amma beynəlxalq hüquqi tanınması yoxdur. Beynəlxalq hüquqi suverenlik mövcud deyil bu ölkənin içərisində. Və yaxud da, məsələn deyək ki, Yugoslaviya parçalananda, orada yaranan, onun nəticəsində yaranan dövlətlərin bir çoxuna baxsaq və yaxud da hətta Osmanlı İmperiyasından sonra Balkanlarda yaranan dövlətlərə baxanda, o dövlətlərin yaranmasına beynəlxalq tanınmanı o şərtlə verirdilər ki, siz öz ölkənizdə məsələn azlıq hüquqlarını qoruyacaqsınız. Bütün bunların hamısı onu deməyə, ona gətirib çıxarır ki, və yaxud da bayaq danışdığımız transsərhəd keçidlərini tənzimləmə suverenliyi. Bu, qlobalizasiya dövründə çox aktuallaşmış bir məsələdir. Məsələn, dövlət öz sərhədlərini doğrudan da, burada bunları nəzərdən keçirərkən də iki məsələ, bir hakimiyyət, bir də nəzarət mexanizmləri mütləq nəzərdən keçirilməlidir. Və bunlara baxanda, məsələn, qlobalizasiya dövründə, qlobalizasiya deyəndə biz nəyi nəzərdə tuturuq? İnsanların, əməyin, kapitalın, informasiyanın sərbəst dövriyyəsini nəzərdə tuturuq. Yəni, sərhədlər bilinmədən keçidini nəzərdə tuturuq. Və bunları tənzimləyə bilməyən dövlətlər bir çox hallarda ciddi şəkildə suverenlik itkisinə məruz qalır. Nəyə görə? Çünki siz nəzarət mexanizmini təmin eləmədikdə kənardan gələn faktorlar daxili məsələlərə daha çox müdaxilə eləmiş olur. Və bunun nəticəsində sizin ən azı yerli, lokal, domestik suverenlik dediyimiz suverenliyimiz təhdid altına düşmüş olur. Və bu kifayət qədər bir-birindən asılı və sizin də qeyd elədiyiniz kimi hal-hazırda dünyada çox nadir ölkə, bəlkə də belə bir ölkə yoxdur ki, bax bu bizim sadaladığımız hər bir 4 suverenlik anlayışına tam olaraq otursun və biz deyək ki, bu ölkələr tamamilə suveren ölkələrdir. Amma ölkələrin suverenliyini də bu və ya digər şəkildə qoruması məsələsi çox mühüm məsələdir. Çünki suverenlik anlayışı öz-özlüyündə dediyimiz kimi daha çox hakimiyyətin bir ərazi üzərində nəzarətini və avtoritetini nəzərdə tutduğu üçün bu həm daxili, həm də xarici aktorların qarşılıqlı
belə deyək də, bir-biri ilə razılaşmasını nəzərdə tutur. Məsələn, sizin ölkənizdə hakimiyyət bütün hakimiyyətə iddialı aktorlar tərəfindən qəbul olunan formada, həm institusional formada, həm də siyasi formada yaranmırsa, o halda həmin ölkədə suverenlik təmin etmək mümkün deyil. Məsələn, belə deyək də, götürək Haiti dövlətini. Maraqlı bir dövlət. Bütün dövlətlər Haitinin mövcud olduğunu tanıyır. Amma Haitidə bir hakimiyyət yoxdur. Həmin hakimiyyətin çox kiçik bir belə deyək də qrup var, bir prezident var, sonra da qaçıb çıxıb gedib vaxtı ilə. O qrupun, orada olan hakimiyyətin o ölkə üzərində nəzarəti mövcud deyil. Amma hamı qəbul edir ki, Haiti adlanan bir dövlət var və yaxud Somali adlanan bir dövlət var. Amma Somalidə tarixinə istinad edib qəbul edilirdi. Hə, yəni Haiti o bir dövlət kimi vaxtı ilə yaranıb və BMT-yə hətta qəbul olunub və üzv dövlət kimi oturub orada. Amma orada bir hakimiyyət adlanan bir şey olmadığına görə yerli suverenlikdən, domestik suverenlikdən danışmağa dəyməz. Çünki yoxdur. Hakimiyyətin, mövcud olan hakimiyyətin nəzarət mexanizmi yoxdur. Və eyni zamanda hakimiyyətdə bütün maraqlı tərəflərin, aktorların bir-birindən qarşılıqlı razılaşması əsasında mövcud deyil. Yəni konsolidasiya olunmayıb. Və buna görə də çox ciddi problemlər baş verir. Hə, bax bu cəhətləri nəzərə alanda istənilən dövlətin istənilən addımını bu və ya digər şəkildə suverenliyin möhkəmləndirilməsi və yaxud da zəifləməsi kimi qiymətləndirmək çox yaxşı bir analitik çərçivə verir bizə. Yəni siz dövlətin hansı addımını götürsəz, o addım bu və ya digər şəkildə suverenliyin möhkəmlənməsinə kömək eləyirmi və yaxud da onu zəiflədirmi və bunu biz necə qiymətləndirəcəyik? Bunun üçün də bir məntiqi çərçivə müəyyənləşdirməyimizə ehtiyacımız var. Məntiqi çərçivəmiz nədən ibarətdir? Çox qısa olaraq bunu da deyim, sonra məntiqi çərçivəmiz ondan ibarət ki, biz bütün hərəkətlərimizi iki məntiqə görə formalaşdırırıq, siyasi məntiqə görə formalaşdırırıq. Bunun birinə deyirlər uyğunluq məntiqi, birinə deyirlər nəticə məntiqi. Uyğunluq məntiqimiz odur ki, bizim bir dəyərlər sistemimiz var. O dəyərlər sisteminə uyğun olaraq İstənilən fəaliyyətimizi, atdığımız addımı o dəyərlərə uyğun olub-olmaması cəhətdən həm də bizim identikliyimizi, dəyərlərimiz bizim identikliyimizi formalaşdırır da, kimliyimizi formalaşdırır. Bunu uyğunluq cəhətdən həyata baxırıq, yoxlayırıq. Bir də baxırıq ki, biz addım atdıq, bunun nəticəsi nə olacaq? Buna xeyir, zərər kontekstində baxırıq ki, bu atdığımız addım bizə xeyir verəcək. Bu həm də bir belə də ölçmədir, kalkulyasiyadır və s. ki, bu bizə xeyir verəcək, yoxsa zərər verəcək. Bunların hamısını nəzərə almaqla istənilən addımı suverenlik kontekstində məntiqi çərçivədən istifadə eləməklə çox rahat analiz edirik. Faydalılıq prinsipinə. Həm faydalılıq prinsipinə baxırıq. Baxırıq ki, ola bilsin ki, bu bizim üçün yekunda, sonda heç bir fayda gətirməyəcək. Yəni fayda, ziyan da gətirməyəcək. Burada iqtisadi məsələləri getmir. Məsələn, Pareto optimalite məsələsinə getmir. Bir faydası da yoxdur, amma ziyanı da yoxdur. Ziyanı yoxdursa, faydası da yoxdur. Ola bilsin, bu mənim dəyərlərimə uyğundur. Məsələn, mən yolu keçirəm. Deyək ki də, çox bəsit bir misal gətirim. Yolu işıqforda keçən zaman, qırmızı işığa maşın olub-olmamasına baxmayaraq, qırmızı işıqda keçmirəmsə, bu ola bilsin ki, mənim dəyərlərimə bağlıdır. Doğrudurmu? Yəni, mən dəyər olaraq qəbul edirəm ki, qırmızı işıqda bunu keçmək olmaz. Amma bir də var, mən ona görə keçmirəm ki, hesab edirəm ki, keçsəm cərimə olacaq. Bu nəticə əsaslıdır. Amma birinci uyğunluq əsaslı olanda isə mənim dəyərlərimə, mənim kimliyimə bağlı olan məsələdir. İstənilən dövlətin addımlarını da, xüsusilə suverenlik sahəsindəki addımlarına, istənilən addımını nəzərə alanda, bax bu məsələlərdən çıxış eləyəndə çox yaxşı bir analitik, təhlili bir çərçivə formalaşdırmış oluruq və bundan sonra da irəli gedərək nə istəsəz o kontekstdə qoyub izah eləmək mümkündür. Mənim elə burada ağlımdan bir sual keçdi. İndi Orxan bəy sualımdan sonra söhbətimizin növbəti hissəsində o sualı sizdən soruşacağam. Orxan bəy, Nicat bəy suverenliyin növlərindən danışdı. Biz istəyirəm, siz biraz da tarixi perspektivdən baxırsınız bu məsələlərə, yazılarınızdan oxumuşam mən. Bir orta əsr dövrünün suverenliyi var idi, bir də modern çağın suverenliyi var. Məsələn, orta əsr dövrünün suverenliyi şəxsə bağlı daha çox bir suverenliyi idi, krala bağlı bir suverenliyi idi, onun hegemonluğuna əsaslanırdı. Amma modern çağda artıq xalqa bağlı, ulusa bağlı, cəmiyyətə bağlı bir suverenlik anlayışı ortalığa çıxdı. Mən istəyərdim ki, bu iki suverenlik orta əsrlərdə, çünki orta əsrlərdə dövlət daha çox dinin təsirindən çıxmaqdan ötürü
elə bir suverenlik əldə etmək istəyirdi. Hətta səhv eləmirəmsə 1200-cü illərdə, indi dəqiq yadımda deyil, Kral 2. Filip Papanı həbs eləmişdi. O suverenliyinə müdaxilə elədiyi üçün. Bu məsələləri biraz tarixi kontekstdə izah versək, mənə elə gəlir ki... Təşəkkür edirəm. Nicat müəllim deməli izahı məncə çox maraqlı idi. Onu bir ümumiləşdirsək, suverenliyin bəli siyasi, qanuni və daxili və xarici növləri var və suverenlik bir bölünməz və ötürülə bilməzdir. Eyni zamanda yəni bir suverenlikdən bəhs etmək üçün daimi bir torpaq lazımdır. Yəni ingilis dilində territorial integrity dediyimiz bir şey lazımdır. Bir də orada bir daimi bir əhali sakin lazımdır ki, orada bir suverenliyin inşasından danışmaq üçün. İndi deməli sizin dediyiniz məsələyə qayıtsaq, suverenlik orta əsr və modern dünyada necə ortaya çıxdı? Bunun bir sualla mən başlamaq istəyirəm. Bu milliyyətşünaslıq ədəbiyyatında Anthony Smith ingilis, mən ona klassik bir professor yox, bir mütəfəkkir kimi deyərdim. Onun kitablarının birisində maraqlı bir sualla başlayır ki, insanlar nə üçün vətənləri üçün canından keçirlər? Yəni belə bir sualla başlayır. Və suverenlik əslində buradan baxmaq olar. Niyə? Çünki suverenlik demək torpağın və insanın siyasi və hüquqi baxımdan yeni prinsiplərlə dəyərləndirilməsi deməkdir. Və bunun da kökündə bir mübarizə və sonda bir zəfər məsələsi var. Yəni nə demək istəyirəm? 1000 illik xristian hakimiyyəti Konstantinin deyək ki, radikal və kəskin paqan abidələrinin ortadan qaldırılması və s. məsələsindən bağlı kəskin qərarla başlamışdı. Suverenlik, modern suverenlik torpaq və insanın təkrardan hüquqi, siyasi və hüquqi baxımdan dəyərləndirilməsi deməkdir və orta əsrdə və modern dünyada, modern dövrdə suverenliyin mahiyyətindəki fərqlər insanın nə üçün özünü fəda etməsindən qaynaqlanan bir məsələdir. Yəni orta əsrlərdəki suverenlik, yəni deməli insanın özünü nə üçün fəda etdiyi, çünki kralın hakimiyyətinin mənbəyi nə idi? Tanrı, yəni bir dini bir tərəfi var idi. Ona görə bunun bir transformasiya mərhələsindən keçərək əslində bu bizim bugünkü danışdığımız Nicat müəllimin izah etdiyi suverenlik mərhələsinə gəlib çatdı. Burada da həmin o deməli məsələnin tərəfinə hüquqi bir tərəf girdiyinə görə suverenliyin qaynağı nədir, mənbəyi nədir? Məsəl üçün deyək ki, orta əsrlərdəki deyək ki, fransız kralı, ingilis kralı və s. öz hakimiyyətini, yəni torpaq üzərindəki hakimiyyətini bir dini bir məsələyə sökürdü. Yəni dini bir doktrinaya sökürdü və oradan bir güc alırdı və legitimlik qazanmış olurdu. Suverenlik yəni bu şəkildə deməli yarandı. Orta əsrlərdəki yəni ki mahiyyəti bir transformasiya, yəni modern dövlətin yaranması, orta əsr o dini doktrinanın hakim olduğu dövlət anlayışını, çünki torpaq bu uzunculuğa getmək, yəni qədim Afinadan polis və s. hər torpaq üzərində siyasi təşkilatlanma yaranmağa başlamışdı və modern orta əsrlərdəki bu yaranan modern dövlətin mahiyyəti, yəni fransız kralının dediyi kimi, yəni mən dövlətəm və burada bunun arxasında özünə məxsus, özünə itaət edən, yəni kilsəyə deyil, bürokratik sistem və ordu yaratmağa başlamışdı. Artıq deyək ki, ilkin bunun formaları yaranmağa başlamışdı. Ancaq nə üçün bunlar 18-19 ağıl əsaslıdır. Bəli, çünki zaten bu fəlsəfi mətnlərin əksəriyyəti zaten bu üzərində qurulur da, yəni deməli Isaac Berlin'in məsələn bundan bağlı məşhur deyək ki, əsaslandırması var ki, modern dünya hansı prinsiplər üzərinə qurulmuşdu və s. Amma sual burasındadır ki, nə üçün 18-19-cu əsrdə bunun institutlaşmasını Nicat müəllim qeyd etdiyi kimi baş vermişdi. Ona görə ki, həmin bu proses hansı ki, Rönesansda məsələn Michelangelo'nun David heykəli məsəl üçün insan formunun ilk ortaya çıxarılması təşəbbüsüdür. Yəni hətta bu səssiz bir inqilab kimi də dəyərləndirmək olar və bu bütün bu prosesin hamısı suverenliyin, bu gün biz danışdığımız və modern dövlətin, yəni milli dövlətin ortaya çıxmasını şərtləndirib və eyni zamanda modern iqtisadi münasibətlərin, yəni kapitalizmin də ortaya çıxması və institutlaşması da 18-ci əsrdə. Ancaq bunun arxasında bir daha təməl məsələ siyasi inqilablar. Yəni bir zəfər olmadan bu suverenlik və onun arxasındakı milli dövlətlərin ortaya çıxması mümkün deyildi. Yəni məsəl üçün Konstantinin o kəskin qərarları bir zəfər kimi şərtləndirmək olar ki, bəli, yeni bir 1000 illik bir deyək ki, o sistemin inşası baxımından. İndi isə 18-19-cu əsrdə isə məsəl üçün 18-19-cu əsrləri iki cür adlandırırlar, xüsusilə 19-cu əsr.
millətlər və tarix əsri. Nə üçün? Ona görə ki, məsəl üçün Descartes, Kant və s. bunlar o orta əsr sistemin dekonstruksiyasını etdilər. Ancaq 18-19-cu əsrdə isə bu filosoflar tarixə dırnaq içində qurban etdilər. Niyə? Ona görə ki, artıq xüsusilə Fransız və Amerikan inqilabı ilə yeni sistem, çünki inqilab bəzən düzgün dəyərləndirilmir, amma inqilab əslində bir xaos yaradır, boşluq yaradır. Bu yaranan boşluğu yeni bir deyək ki, anlayış və sistemlə doldurmaq lazımdır. Yəni torpağın və insanın təkrardan dəyərləndirilməsinin siyasi və hüquqi zəmini yaranmışdır. Çünki Karl Schmitt'in dediyi kimi, yəni suverenlik məkan devri inqilabıdır. Yəni məkan inqilabı və məkan üzərində çünki məşhur bir ifadə işlədir, nomos. Yəni nomos nizam və hüquq deməkdir, hüququn birləşməsi. O baxımdan buradakı ən önəmli məsələ millətlərin ortaya çıxması. Daha doğrusu insanın təkrardan yeni bir tərifə siyasi və hüquqi baxımdan tərif edilməsi. Çünki modern dövlət onu deyək ki, ayaqda mən dövlətəm prinsipi saxlayırdı. Məsəl üçün, deyək ki, Frederick məsəl üçün və ya nə bilim 14-cü Louis və s. Amma artıq bu Fransız inqilabından sonra, çünki bəzi məşhur ifadə var ki, dövlət və suverenlik anlayışları Fransız inqilabının mirasıdır kimi. Orada 91-ci ildə konstitusiyada maddə var, hakimiyyətin mənbəyi ki, bugün və s. Burada məsələ millətlərin yaradılması məsələsidir. Çünki suverenliyin mənbəyi, hüquqi mənbəyi millətdir. Yəni çünki konkret bir dövlət, yəni John Locke'un, nə bilim, Karl Schmitt'in əsərlərində baxsanız, ən çox istifadə edilən xalq və millət anlayışını da bir-birindən əlbəttə, təbii ki. Çünki millət siyasi və hüquqi bir deyək ki, tərifdir və tanımdır. Yəni John Locke'un və Karl Schmitt'in deyək ki, bu sahədə yazmış ən önəmli məncə mətnlərdir. Baxsanız, ən çox istifadə edilən anlayışdan biri çəpərdir. Yəni Karl Schmitt'in məşhur ifadəsi var ki, modern dünyanın o məkan inqilabı bura mənimdir anlayışı ilə başladı və bu da necə başladı? Çəpər çəkərək. Yəni konkret olaraq deyək ki, əraziləri bəlli, sərhədləri bəlli. Çünki suverenlik nə deməkdir? Daxili və xarici suverenlik. Yəni daxildə sən deyək ki, bir tək bölünməz bir suveren olmalısan ki, deyək ki, başqaları da səni tanısın və Vestfaliyanın zaten məntiqi də deməli buradan ortaya çıxır və məsəl üçün o baxımdan millətlərin ortaya çıxması suverenliyin tamamlanması, modern suverenliyin tamamlanmasının və eyni zamanda orta əsrlərdəki suverenliklə modern suverenlik arasındakı fərqidir. Çünki orta əsrlərdəki deyək ki, 14-cü Louis'in milləti yox idi. Onun əsas deyək ki, o mən dövlətəm deməyin arxasındakı əsas qazancı kilsənin üzərindəki hakimiyyəti, məsəl üçün və yaxud da Kral Henry'nin 17-ci əsrdə məsəl üçün kilsənin çox bəsit deyək ki, evlənmək qaydasını pozması, özü istədiyi formada onu icra etməsi, bu da bir suverenlik əslində bir addımdır. Lakin bunun tamamlanması, siyasi və hüquqi baxımdan tamamlanması isə 18-19-cu əsrdə o zəfər, çünki siyasi zəfərlər olmalı idi ki, o tamamilə o prosesə keçid mümkün olsun. Buradan yola çıxaraq məsəl üçün Nicat müəllim Haiti və sair örnəklərini verdi. Düzdür, Birləşmiş Millətlər Təşkilatında suveren dövlətlər, yəni nəzər baxımından var, amma onların hamısına suveren demək nə dərəcədə doğru tam təşəkküllü məncə sual işarəsidir. Niyə? Çünki çox azı öz suverenliyini zəfərlə qazanmışdır. Yəni Azərbaycan məsəl üçün danışacağıq məncə sonda. O baxımdan yəni bu orta əsr və modern suverenliyin fərqi ən önəmli şey, yəni onun siyasi və hüquqi bazasının yaradılmasıdır ki, bu da millətlərdir və o baxımdan biz milli dövlətlərdən danışırıq. Milli dövlətlərin, çünki suverenlik yəni milli suverenlikə çevrilmişdir. Yəni məsəl üçün Thomas Hobbes'un, John Locke'un əslində başlatdığı fəqət 18-ci əsr 19-cu dini əsaslardan milli əsaslara oturduğu. Məsələn John Locke'un əsərlərində siz onu bir ikilik anlayış görə bilərsiniz. Yəni İncilə referansla başlayır və s. Ancaq biz 18-19-cu əsrə gəldiyimiz vaxt bu tamamilə artıq bir institutlaşma. Yəni yeni bir sistemin, çünki torpaq üzərindəki məkan inqilabı tamamilə tamamlanmışdır və o Leviathan kitabının üz qabığında hökmdarın bədənini yaradan kiçik insan fiqurları var. Yəni o hamısı bir millətləşmə prosesinin başlanğıcı demək olar o. Ya suverenliyin başlanğıcı kimi demək olar, çünki bütün deyək ki, bütün digərlərinin bir gücün ətrafında birləşdirilməsi deməkdir, suveren olmaq. Çünki dediyim kimi bir bölünməz və ötürülə bilməzdir suverenlik. Yəni əks halda deyək ki, məsəl üçün Haitidə də suverenlikdən danışa bilərik, amma praktik olaraq deyək ki, o varmı? Məsələn, qərarlar verə bilmək məsələsi, yəni bir dövlət hakimiyyətin effektiv həyata keçirilməsi və nəzarət mexanizminin olması məsələsi olmadığına görə biz orada daxili bayaq qeyd etdiyimiz çərçivəyə nəzər salsaq, orada daxili suverenlikdən söhbət gedə bilməz, bu barədə danışa bilmirik. Amma dünyada belə bir dövlət varmı? Var. Onu tanıyırlarmı? Tanıyırlar. Kimisə orada səfirliyi də varmı? Hə, var. Amma dövlət
həmin ərazidə olan hakimiyyət o dövlətin üzərində nə qədər effektiv fəaliyyət həyata keçirir? Heç bir effektiv fəaliyyəti demək olar ki, yoxdur və biz bunu adətən iflas olmuş dövlət, failed state, yəni bunun məşhur Daron Acemoğlu bu son kitabında yazmışdı. Failed state və ya o məşhur bir ifadə istədir, paper sovereignty, kağız suverenliyi məsəl üçün, yəni belə bir şey. Yəni bu baxımdan orta əsrlə modern dövr suverenliyinin təməl fərqi onun siyasi və hüquqi bazasının, yəni millətlərin yaradılması oldu. Çünki artıq konkret sərhədlər müəyyən edildi, yəni ki, suverenlik nədir və ya nə deyildir. Və onun təməlində də zəfər dayanır. Yəni zəfərini qazanmamış bir millət və dövlət tam təşəkküllü bir suveren, yəni dövlət kimi hesab edilə bilmir. Praktikada bunu görürük, necə həmin o qeyd etdiyi kimi. Baxın, müəllimin dediyindən bir maraqlı bir hadisə yadıma düşdü. Bunu səhv eləmirəmsə bir dəfə danışmışam. Deməli, Umberto Eco'nun o çeklərində çox maraqlı bir yeri var. Deyir ki, bir dəfə New York'a getmişdim. Bir düşməni yaratmaq. Çox məşhur essedir. Deyir, taksiyə minmişdim. Taksi Pakistanlı idi. Məndən soruşdu ki, sən hardansan? Dedim ki, İtalyanam. Dedi ki, siz İngilizcə danışmırsınız. Necə olur ki, İngilizcə danışmırsınız? Buna çox qəribə gəldi və məndən soruşdu ki, sizin düşməniniz kimdir? Mənim ki, bizim düşmənimiz yoxdur. Dedi ki, necə ola bilər? Yəni siz tarix boyu kimlənsə dalaşmamısınız və yaxud indi kimlənsə dalaşmırsınız. Belə olmaz axı. Yəni adamın düşməni olmalıdır. Xalqın düşməni olmalı. Taksidən düşəndən sonra fikirləşdim ki, İtaliyanın daxili problemlərinin bir çoxu məhz onun düşmən obrazının olmamasından gedir. Əslində kimlik ideyasının formalaşmasının ən başlıca səbəbi və onun belə deyək də ən mühüm ünsürü başqasının olmasıdır. Bu başqası düşmən obrazında çıxış edirsə, kimlik daha belə deyək də mütəşəkkil formada formalaşmağa başlayır. Və o Karl Schmitt'in bu örnək məncə Karl Schmitt'in dediyi, yəni ki, bura mənimdir söhbətini, anlayışını daha yaxşı praktik olaraq açıqlayır. Yəni çəkdim, bura mənimdir və burada artıq öz suverenliyimi inşa edirəm məsələsi. 4-cü əsrdə də o Avqustinin Tanrı dövləti kitabında, o mən sessor oxuduğum yerlərdə yadıma gəlir ki, o suverenlik haqqında danışanda belə bir ifadə işlədirdi ki, mən elə şey haqqında danışıram ki, onun adını hələ bilmirəm. Yəni o ad qoyulmamışdı da ona və orada bir yer vardı, sülhün bərqərar olunması, əslində elə suverenliyin bərqərar olunması kimi o deyirdi ki, belə bir izah verirdi ki, insan kötü təbiətli bir varlıqdır. O sülhü qorumaqdan da ötürü ortada olan düşməni məhv eləməlidir ki, yəni müharibə eləməlidir ki, əbədi sülh bərqərar olsun. Yəni sülhün özü belə insan kötülüyü ilə əldə olunan bir şey. Yəni burada belə kötülük eləməlidir ki, sülh gətirə bilsin. Burada belə fikir verin, Avqustin ilə Thomas Hobbes arasında bir o insanın təbiəti ilə bağlı oxşarlıq var. Yəni bu antik çağın filosofiyası. Yəni çünki bəzi ana məsələlər, ana suallar daim eynidir. Əslində ona verilən cavab məkan və zamandan və kontekstdən asılı olaraq dəyişir. Yəni çünki torpağın yenidən dəyərləndirilməsidir modern suverenlik. Yəni torpağın və ya yenidən kəşfi deməkdir. Yəni ki bəlkə də bu gün biz əslində fərqli bir mərhələsinə gəlib çatmışıq. Biz bu söhbət əsnasında gəldik, öz sərhədlərimizin daxilinə yaxınlaşdıq, daha doğrusu sərhədlərimizə yaxınlaşdıq. Bayaq yadımda saxladığım sualı Nizat bəydən soruşmaq istəyirəm. Məsələn, biz Birinci Cumhuriyyətdən sonra bir 70 illik Sovet imperiyasının tərkibində, amma respublika olaraq mövcud olmuşuq da. Bax, buradakı suverenliyi biz tartışsaq, müzakirə eləsək, ortalığa nə çıxar? Burada çox maraqlı ona paralel olaraq bir məsələ var. Məsələn, Sovet İttifaqı qurulduqdan sonra onun tərkibində olan Ukrayna və Belorusiya ayrı-ayrı olaraq müəyyən dövrlərə qədər belə deyək də hətta müstəqil dövlət kimi BMT-nin tərkibində ayrı-ayrılıqda özləri müstəqil qurumlar, dövlətlər kimi mövcud idilər. Bu bir müddət olub, qısa müddət olub, amma faktiki baxanda bizim yenə əgər əvvəlki çərçivəmizə qayıtsaq və ümumiyyətlə məsələn hakimiyyətin ərazi üzərində effektiv nəzarət mexanizmlərinə baxsaq, Azərbaycanın milli dövlət ayrıca beynəlxalq hüququn predmeti olmadığı kimi olmayıb da, yəni bu dövrdə onun beynəlxalq tanınması olmayıb. Yəni beynəlxalq suverenlik anlayışı Azərbaycana o dövr üçün Azərbaycana tətbiq edilə bilməz. Azərbaycanda qəbul olunan qərar qəbul etmə mexanizmi də sırf Azərbaycanın daxilindən deyil, kənardan daha çox
belə deyək də müdaxilələr və istənilən anda onu dəyişmək imkanları olur. Amma nisbi müstəqillik hardasa olubmu? Hə, hardasa olub. Çünki bəzi qərarların qəbul olunması yerli səviyyədə həyata keçirilib və bu da daha çox nəyə bağlı olub? Ümumiyyətlə suverenlik anlayışı həmişə hakimiyyət anlayışı ilə bağlıdır. Hakimiyyət anlayışı isə həmişə qrup, fərd, lider anlayışı ilə bağlıdır. Nə qədər lider, fərd, qrup, hakimiyyət güclüdürsə, yəni güclü anlayışının müxtəlif parametrləri ola bilər. Yəni bunda tartışma olar. Amma nə qədər güclüdürsə bu və ya digər formada suverenlik də bir o qədər çox güclüdür. Və hakimiyyət də o qədər çox güclü. Hakimiyyət nə qədər güclüdürsə, suverenlik o qədər çox güclüdür. Müəyyən dövrlər üçün deyə bilərik ki, hə, biz ən azı effektiv qərarlar qəbul edib onu öz ölkəmizdə tətbiq etmə imkanlarımız olubmu? Bəzi hallarda olub, bəzi liderlərin dövründə olub. Bəzi liderlərin dövründə olmayıb. Yəni deyə bilmərik ki, effektiv şəkildə biz bunu həyata keçirə bilmişik. Kimlərsə öz qərarlarının üzərində dayana biliblər, kimlərsə dayana bilməyiblər. Kimlərsə onu ölkə ərazisində tamamilə həyata keçirə biliblər, kimlərsə daha çox suverenlik daha çox öz müqəddəratını həll eləmək məsələsidir. Əlbəttə. Qərar verməsi məsələsidir yəni orada. Yəni çünki öz müqəddəratınıza qərar verə bilməlisiniz. Məsəl üçün Cümhuriyyət ilk modern dövlət təşəbbüsüdür Azərbaycan xalqının və əslində hüquqi bazası olmayan suverenlikdir. Yəni millət, çünki suverenliyin bir təməlində də bir konstitusiyaya yaranır. Çünki bu ictimai müqavilə kimi deyək ki, Thomas Hobbes'dan, John Locke'dan və s. başlayıb belə Jean-Jacques Rousseau və s. bir ictimai müqavilə kimi qəbul edilir və bunun da nəticəsi, hüquqi nəticəsi, siyasi nəticəsi deyək ki, bir dövlətin sərhədləri, müəyyən bir dövlətin yaranması, onun hüquqi nəticəsi isə bir mətn ortaya çıxır və deməli, o da konstitusiya. Yəni Cümhuriyyət Azərbaycan xalqının deyək ki, ilk modern dövlət təşəbbüsüdür, amma hüquqi bazasını, yəni o sökəndiyi hüquqi baza, legitimlik bazasını yarada bilməmişdir. Yəni konstitusiyanın, yəni milləti nədir hüquqi baxımdan tərif etmək çətindir. Yəni o baxımdan burada belə bir şey, bir ziddiyyət var. Yəni Sovet dövründəki Azərbaycan isə mən tamamilə razıyam yəni ki, orada yarım bir şey var, yəni müstəqillik var və tam da çünki tanınmaya sökənir də suverenlik deyəndə sizi tanıyırlarmı məsələsinə. Hardasa deyək ki, nümayəndəliyiniz varmı? Sizdə deyək ki, bir xarici suverenlikdən danışanda o zaman xarici siyasətinizin mahiyyəti nədən ibarətdir və s. Burada bir suverenlikdən danışmaq səfir əsas atributlarından biridir. Birləşmiş Millətlər Təşkilatında məsəl üçün bayrağınız dalğalanırmı? Məsəl üçün, yəni bu da deyək ki, ilkin göstəricilərdən birisidir. Yəni bunun bir maraqlı daha bir forması var. Bu çox qısa olaraq bunu deyim. Məsələn, dünyada Hong Kong кейsi var. Doğrudur mu? Vaxtilə Britaniya imperiyasının koloniyası altında olub, sonra 90-cı illərdə artıq Çinin tərkibinə tamamilə keçmiş, amma Hong Kongun çox qeyri-adi bir statusu var və bu dünyada çox nadir statuslardan biridir. Məsələn, Çin beynəlxalq Ümumdünya Ticarət Təşkilatına üzv olmayıb heç vaxt. Amma Hong Kong beynəlxalq Ticarət Təşkilatının üzvü idi. Eyni zamanda, məsələn, baxın, dünyanın, məsələn, Amerikalılar Hong Konga vizasız gedə bilirlər, amma Çinə vizasız gedə bilmirlər. Halbuki Hong Kong Çinin tərkib hissəsidir. Bu çox qeyri-adi bir formada. Məsələn, Çinlilərin özünün Hong Konga getməsi üçün çox uzun müddət sertifikat tələb olunurdu. Xüsusi sertifikat olmalıdır ki, Çinlilər ora getsin. Yəni bu vaxtilə suverenliyin elə formasıdır ki, məsələn, Hong Kongu dövlət kimi tanımırıq. O heç arada yoxdur. Amma onun bir effektiv idarə etmə mexanizmi var, öz qərarlarını özlərində həyata keçə bilir. Bu da daha çox belə deyək də beynəlxalq razılaşmadan irəli gəlmiş bir məsələdir ki, tarixən. Yəni suverenlik sərtlik tələb etdiyi qədər də elastikləşə bilən bir anlayışdır. Əlbəttə, elastikləşə bilən bir anlayışdır. Ona görə də elastikləşməni də bayaq dediyimiz çərçivələr, biz onu nəyə uyğun eləyəcəyik? Bu bizim dəyərlərimizə mi uyğundur? Yəni uyğunluq məntiqindən və yaxud da bu bizim çıxarlarımıza mı uyğundur? Belə deyək, biz ölçüb-biçib deyə bilirik ki, beynəlxalq istək bunu tələb edir. Və yaxud da beynəlxalq istək bunu tələb edir. Hə, əlbəttə, bəzi hallarda, məsələn, bayaq dediyimiz, Orxan müəllim də qeyd elədiyi yerli suverenlik dediyi, daxili suverenlik dediyimiz məsələlərin, məsələn, tarixən belə hallar baş verib. Ölkələrdə hakimiyyətlər öz effektiv hakimiyyətlərini həm hakimiyyət, həm nəzarətlərini həyata keçirə bilmədikdə, kənardan adamlar dəvət eləyiblər ki, onlar gəlsinlər ölkədə effektiv hakimiyyəti həyata keçirsinlər. Məsələn, düzdür, bu biraz mübahisəli məsələdir, amma Rusiya tarixində belə bir halın mövcud olması var. Doğrudurmu? Yəni, rüriklərin cəlb olunması və s. ki, tarixən
hakimiyyət formalaşsın. Yəni effektiv nəzarəti həyata keçirmək üçün məsələn hal-hazırda da təklif olunan, Haitidə təklif olunan məsələlərdən biri budur ki, gəlin kənardan bir hakimiyyət gəlsin, burada otursun, buranı düzəltsin, normal hala salsın, dövlət halına salsın, sonra özləri baxarlar görə bunu əlləyə bilirlər yoxsa. Mənim yadıma Derrida'nın ABŞ yaranması dövrünə aid bir sözləri düşdü. Orada belə bir şey var idi ki, Derrida yazırdı ki, Amerikanın azadlıq bəyannaməsində qeyd olunurdu ki, biz Amerika xalqının təmsilçiləri və davam eləyirdi. Və deyir ki, ortada elə Amerika xalqı yoxdur, amma onun təmsilçiləri var. Xalq təmsilçilərdən sonra yarandı. Bu Mazzini'nin məşhur sözü var da, İtalyanlar yaratın, İtalyanları yaratmaq lazımdır. Bu şey bəyannamə ümumiyyətlə bəyan etmək, bu ilkin zəfərin göstəricisidir. Fransız inqilabından başlayır. Yəni ancient rejim, köhnə rejim qarşısında, yəni mütləq hər bir millət öz kontekstinə yonalaraq nə isə başqası qarşısında üzərində bir zəfər qazanır və ondan yola çıxaraq biz zəfər qazandıq bəyan edirlər. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsindən qəbul edilməsi, yəni biz Çar Rusiyasının müstəmləkəsindən xilas olduğun bəyannaməsidir. O 6 maddə və o qurucu babaların deməli razılaşdığı prinsiplər, hüquqi prinsiplər çərçivəsində bir bəyandır. Və ondan sonra əslində onlar 2 il ərzində o milləti yaratmaq üçün mübarizə aparıblar. Sadəcə tarixi kontekst bu fürsəti yaratmadı. Ona görə o hüquqi baza, yəni konstitusiya yaradıla bilmədi və s. Amma o bəyan orada var. Yəni ilkin zəfər deyək ki, başlanğıc nöqtəsi orada, onu görürük. Akşin müəllim, siz çox üzr istəyirəm, sözünüzü kəsirəm. Siz bu Orxan müəllim dediyində çox maraqlı bir sizin də dediyinizdə əslində yəni bəyanın özünün xalqı yaratması məsələsi. Bu bizim klassik filologiya Derrida deyir ki, imza atanları icad etdi. Belə bir söz. Əslində bu performativdir də. Yəni bizdə filologiyada xüsusilə də belə deyək, konstativ və performativ məsələləri var da. Dillə iş görmək məsələsi var. Performativ həmin dillə işi görməkdir. Necə ki, kilsəyə gedəndə kilsədə belə deyək də keşiş elan edir ki, mən sizi bugündən ər və ərvad elan edirəm və bunu deməklə artıq insan evli olmuş olur. Ona qədər evli deyil. Bu sözlə artıq evlilik bir əqidə və bir prosesə çevrilmiş olur. Kralları kutsuyurdular Tanrının adından. Bu performativdir sadəcə. Bu performativlər rəmzi olaraq əslində kifayət qədər çox ciddi iş görmüş olur. Yəni bu özü-özlüyündə kifayət qədər çoxdur. Çünki bu elan, bəyan suverenlik tərifində dedikdə, suverenlik nəyi tələb edir? Daimi bir əhali və bir ərazi bütövlüyü. Bu qurucuların 18-ci ildəki bu Tiflisdəki İstiqlal bəyannaməsi arxada bir torpağa, yəni Azərbaycan torpağına və əhaliyə sökənərək edilən oradan güc alaraq edilən bir bəyandır əslində. Ona görə deyək ki, orada bir qarşılıqlı bir əlaqə var və oradan sonra milləti yaratmaq prosesinə girməlidir. Buradan bu millət məsələsindən yola çıxaraq gəlib bugünkü günümüzə 2025-ci ilə çıxmaq istəyirəm. Biz siz dediyiniz zəfəri artıq belə deyək, əldə eləmişik. Yəni o suverenlik üçün vacib olan ən başlıca şərti həyata keçirmişik. Mən burada düşündürən bir məsələdir. Biz bayaqdan suverenliyin dövlətin suverenlikdəki rolundan danışırdıq. Elə istəyirəm bura gəlib çatmışkən millətin, xalqın, cəmiyyətin suverenlikdəki payı nə qədərdir, rolu nədən ibarətdir? Yəni bu qarşılıqlıdır hər şeydən. Ümumiyyətlə bu biraz ona icazənizlə biraz geniş Azərbaycanın suverenliyinin tamamlanması məsələsi. Çünki bunun kökü hardan başlayır? Yəni prezident bunu Qarabağ Universitetinin açılışında qeyd eləmişdi. Kürəkçay müqaviləsi, Gülüstan və Türkmənçay müqaviləsi. Hansı ki, həmin ərəfədə, həmin əsrdə, bayaqki çıxışımda qeyd etdiyim kimi, yəni millətlər, yəni əslində millət suverenliyin hüquqi bazası olan millətlər və beləliklə milli dövlətlər yaradılmaq prosesi gedirdi. Həmin ərəfədə Azərbaycan xalqı müstəmləkə təcrübəsinin, yəni 19-cu əsrdəki o 3 məşhur müqavilə bir parçalanma və müstəmləkə prosesini başlatdı və çünki bunu nə üçün buradan başlayıram? 2023-cü ildə deməli əldə etdiyimiz Xankəndi şəhərinin azad olunması və 2025-ci ilin konstitusiya və suverenlik ilə elan edilməsinin mahiyyətini başa düşməyimiz ki, prezident də bunu qeyd etdi. Yəni çünki sadəcə məsəl üçün Azərbaycan xalqının Şuşaya qayıtması sadəcə 30 ildən sonra qayıdış deyil. Bu 1828-ci ildən sonra, çünki 1828-ci ildən sonra Azərbaycan xalqı öz dövləti ilə Şuşada tam təşəkküllü bir suverenlik əldə etməmişdir. Yəni 18-ci il Cümhuriyyəti
ilk modern dövlət təşəbbüsü bütün Azərbaycan ərazisində suverenliyini təmin edə bilmədi. Yəni belə tarixi buna vaxt yetmədi və s. Məsələ. Sovet dövrü isə Nicat müəllimin dediyi kimi bu yarım bir müstəqillik kimi, yəni qiymətləndirmək olar. 91-dən sonraki prosesi isə təbii torpaqların bir hissəsinin işğaldan olduğunu nəzərə alaraq orada bir tam təşəkküllü bir deyək ki, suverenlikdən danışmaq çətindir ki, prezidentin o suverenliyi tamamladıq sözünün mahiyyəti də burada anlaşılır. Burada şübhəsiz dövlət deyil. Çünki suverenlik deyəndə suverenlik və dövlət paralel bu buradan başlayır. Konstitusiyanın qərarlarını icra eləyə biləcəyi. Çünki bilirsiniz 95-ci ildə qəbul edilmiş Azərbaycanın ilk konstitusiyası, Sovet dövründə konstitusiyalar var bilirsiniz. İlk maddəsi çünki 21-ci il konstitusiyası başlayır ki, bu Sovet şeyinə transformasiya üçün mən öz dilimi sadələşdirərək ifadə edirəm. Yəni bu konstitusiyanın məqsədi çünki hər mətnin bir məqsədi var. Dini mətnlərin, nə bilim bütün mətnlərin, yəni hər adi kitabın belə deyək ki, bir məqsədlə başlayır. Yəni 21-ci il konstitusiyasının məqsədini ilk cümlədə izah edir ki, bu Sovetləşməyə bir keçid kimi nəzərdə tutulub. Amma 95-ci ildəki ilk konstitusiya nə üçün müstəqildir? Çünki oradakı ilk maddə deməli hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır deyilir. Yəni çünki torpaq üzərində hakim olub hökm verə bilməlisən. Suverenlik bundan ibarətdir. Yəni hakim kimin dövlətidir? Azərbaycan xalqının. O zaman hökm də Azərbaycan xalqının dövləti olacaq və o bayaq Nicat müəllimin qeyd etdiyi kimi o bəyan məsələsində dediyi kimi və o zaman dövlətin bəyanı bu legitimli suverenliyin hüquqi mənbəyi olan xalqın, yəni millətin bəyanı olmuş olacaq. Onun çünki maraqlarına xidmət etmiş olacaqdır. O baxımdan 2023-cü ildə, yəni Azərbaycan ilk deyək ki, əhəm zəfərini 2020-ci ildə qazandı. Yəni bu çünki başqası üzərində qazanılmış bir zəfər, yəni tarixi bir zəfər və bu Azərbaycanı Türk dünyasında, İslam dünyasında ki dövlətlərin Azərbaycan ərazisi və demoqrafik göstəriciləri Azərbaycandan böyük olan bir çox dövlətdən ön plana çıxartdı. Yəni Azərbaycanın deməli son 5 ildə, 4-5 ildəki dünyada beynəlxalq səviyyədə gördüyü hörmətin və qazandığı nüfuzun ana məqsədlərindən birisi budur. Çünki Azərbaycan o başqası üzərində hansı ki onun suverenliyinə təhdid idi, onun zəfəri qazandı. O baxımdan amma 2020-ci ildə, 23-cü ildə Xankəndi şəhərində deyək ki, tək Azərbaycan bayrağının dalğalanması ki, bu da suverenliyin nə ilə ölçürsünüz? Yəni Şuşa işğaldan azad olunanda prezidentə məruzə edən deyək ki, zabit əvvəlcə nə elədi? Əvvəlcə bayrağı ora sancdı. Çünki bu ilkin suverenliyin şərti, yəni orada kimin adına kimin bayrağı dalğalanmalıdır. Eyni şəkildə Xankəndidə məsəl üçün prezidentin deyək ki, bayrağı göndərək çəkməsi, bu da həmin bu prosesin tamamlanmasıdır. Yəni burada da təbii ki, millətin rolu var. Yəni dövlət və millətin bərabər şəkildə o şeyi, çünki suverenlik ərazi tələb edir, amma eyni zamanda bir daimi əhali olmalıdır. Əhali olmasa o zaman biz suverenlikdən danışa bilmərik. Nicat müəllim, biz elə bu daha biraz da gələcəyə baxaq. Bu qloballaşan dünya belə deyək, şəklimi deyək, təhdidimi deyək, artıq dünyada müzakirə olunur və onun müxtəlif təzahürləri bütün xalqların həyatında özünü göstərir. Artıq demək olar ki, bütün xalqlar eyni geyimləri geyinirlər. Mətbəxlərinin böyük bir hissəsini güzəştə gediblər eyni milli mətbəxlərdən. Buna vaxtilə McDonald yapma deyil. Bəli. Millilik anlayışı yavaş-yavaş nə qədər müqavimət göstərsə də belə deyək də elə sərt şəkildə deyək ki, sıradan çıxmağa başlayır. Bu qloballaşma nə dərəcədə bu milli suverenliyi təhdid eləyir və yaxud buna nə dərəcədə bir güc qata bilər? Hansı formaları ilə? Qloballaşma bu və hər iki formada çıxış edə bilər. Sözsüz ki, bir çox hallarda, yəni bu istənilən bir məsələyə, tarixi prosesə baxış müxtəlif tərəflərdən olur və həmin dövrün siyasi diskursundan çıxış edərək daha çox aktuallaşır. Doğrudurmu? Yəni bir dövrdə əgər biz bir məsələni daim tənqid ediriksə, digər dövrdə onu daha yaxşı baxa bilirik. Bu belə deyək də daha çox konjunkturdan, diskursdan, narrativlərin necə qurulmasından asılıdır. Ondan arındırmaq da kifayət qədər çətin məsələdir, doğrusu. Hazırki dünyamızın ideyası və belə deyək də daha çox əldə olunmuş, xüsusilə pandemiya dövründən sonra gəlinmiş nəticələr ondan ibarətdir ki, qloballaşma daha çox klassik anlamda milli suverenliyə təhdid kimi çıxış eləyir bir çox hallarda. Yəni bu eroziya yaradır, milli suverenliyin eroziyasını ortalığa qoyur. Əgər nəzərə alsaq ki, bu qaçılmaz bir prosesdir. Yəni biz bundan sonraki dünyamızda
qloballaşmanın təsirlərindən qaçmaq imkanlarımız çox məhduddur. Xüsusilə nəzərə alsaq ki, biz texnologiyaların ciddi inkişafını görürük. İqtisadi münasibətlərin ciddi şəkildə belə deyək də bir-birinə keçməsini görürük və bundan heç bir ölkə hal-hazırda mən yalnız öz ərazimdə oturub öz informasiyamı təmin edib, özümün əhalimi yeməklə, içməklə və bütün hazırda dünyada mövcud olan nemətlərlə təmin edəcəm deyə bir şey eləməsi mümkün deyil. Bu cəhətdən kifayət qədər belə deyək də sərhədlər daha çox belə dəlik-deşikdir. O cəhətdən qloballaşma kifayət qədər ciddi problemlər yaradır. Yəni əgər baxsaq ki, ciddi problem nəyi nəzərdə tuturuq? Bu bizim çıxarlarımıza mı problem yaradır, yoxsa dəyərlərimizə mi problem yaradır? Əgər biz buradan nəticə etibarı ilə rifahın yaxşılaşması, insanların daha yaxşı yaşaması üçün istifadə eləmək istəyiriksə, o halda qloballaşma bizim üçün müəyyən imkanlar aça bilir. Amma biz bunu dəyərlərə təhlükə olaraq görürüksə, bayaq uyğunluq məntiqindən çıxış eləyərək baxsaq, əgər dəyərlərə təhlükə olaraq baxırıqsa, bu zaman sözsüz ki, bu bizim üçün ciddi belə deyək də problemlər yaradır. Ona görə ki, bütün hallarda bu belə deyək də fiziki entropiya bir prosesidir də. Yəni unifikasiya doğru proseslər gedir və bunun qarşısını almaq da kifayət qədər çətin məsələdir. Amma özünə məxsusluğu və müxtəlifliyi qoruyub saxlamaq ən vacib məsələlərdən biridir. Və bu da sözsüz ki, həmin özünə məxsusluq anlayışının özlüyündə elə həm də suverenlik, yəni o hakimiyyətin ən böyük təhdid onadır. Ən böyük təhdid onadır ki, yəni o özünə məxsusluğu qoruyub saxlaya biləcəyi kimi bu cəhətdən bizim üçün. Amma bütün hallarda mənə elə gəlir ki, əgər məsələn sırf özümüz üçün, Azərbaycan üçün baxsaq, mənə elə gəlir ki, bugün üçün bizim bu cəhətdən kifayət qədər yaxşı imkanlarımız var ki, biz həm özünə məxsusluğumuzu qoruyub saxlayaq, həm də belə deyək də ciddi şəkildə bunun bir neçə səbəbi var. Birinci səbəb ondan ibarət ki, bayaq qeyd elədiyimiz kimi və Orxan müəllim çox doğru qeyd elədiyi kimi, müəyyən tarixi anlar millətin belə deyək də klassik dildə desə, passionallıq enerjisinin müəyyən qədər artmasına və onun milli kimliyinin daha çox qabarıq üzə çıxmasına səbəb olur. Elə bu zəfər hadisəmiz bizim üçün bu çox ciddi şəkildə bir məsələ, bu məsələni ortalığa qoyub. Arxetipik. Arxetipik şəkildə, bəli, tamamilə doğrudur. Və ikinci məsələ ondan ibarət ki, dövlət nə qədər güclüdürsə və güc anlayışının özü də təhdidlərə daha çox müqavimət göstərə bilir. Bu avtomatik, yəni aydın olan, aşkar olan bir məsələdir. Bugün üçün biz elə vəziyyətdir ki, hal-hazırda bizim özünə məxsusluğumuz üçün, hazırki dövr üçün çox ciddi problemlər gözləməyə dəyməz. Amma müxtəlif təhdidlər sözsüz ki var və bu təhdidlər daim belə deyək də konsolidasiya olunmuş effektiv hakimiyyət və nəzarət vasitəsi ilə qarşısı alınmalıdır. Və bu effektiv hakimiyyət, nəzarət nə qədər Azərbaycan ərazisi, Azərbaycan xalqı tərəfindən təmin edilirsə, o halda belə deyək də, o özünə məxsusluğu qoruyub saxlamaq, suverenliyi qoruyub saxlamaq. Burada deməli mən Nicət müəllim çox gözəl bir şey dedi ki, mənim bu cavabı gözləyirdim. Çünki mənim növbətdə ağlımda olan bir tariximizdən bir vəziyyət var idi. 1919-cu ildə Müsavat, o vaxtki Müsavat partiyasının belə bir yazısı olmuşdu ki, biz deyəsən bu demokratik, bu qərb dəyərlərin ölkəmizə gətirməyinə tələsmişik. Çünki bu milli qüvvələrlə yanaşı qeyri-milli qüvvələrin də işinə daha çox yarayır. Doğru. Yəni o qloballaşma məsələsini mən ona görə o təhdid kimi sualı o şəkildə qoydum ki, yəni bu milli dövlətin belə deyək, o bayaqki kimi düşmənin nə qədər güclüdürsə, sən də potensialını ona uyğunlaşdırırsan. Yəni o essedə onun izahını verir ki, düşmən nə üçün lazımdır? Düşmən xalqa ona görə lazımdır ki, xalq öz milli potensialın düşmənə baxıb müəyyənləşdirir. Başqasına baxıb öz gücün, kimliyin belə deyək də təyin edir. Ona görə o qloballaşmanın gətirdiyi təhdidin belə deyək də, o döyüşmək, ona müqavimət göstərməklə də dövlət öz gücünü, öz potensialını artıra bilər. Yəni ümumiyyətlə Nicət müəllim burada çox maraqlı bir ifadə işlətdi ki, Azərbaycan artıq yəni bu təhdidlərlə mübarizə aparacaq bir dövlət gücə sahibdir, yəni dövlətə sahibdir. Bunun şübhəsiz, bunun bir digər mərhələsi, çünki dünya artıq
fərqli bir mərhələyə keçir. Yəni məkanın və zamanın yenidən bir dəyərləndirmə prosesi gedir və artıq klassik milli dövlətlərin məkana və zamana dair dəyərləndirilməsinin yeni bir mərhələsinə keçirik. Məsəl üçün bunun dekonstruksiyası neoliberalizm və postmodernizmlə başladı. Ancaq biz gəldiyimiz nöqtə itibarilə həm postmodernizmin, həm neoliberalizmin məğlub olduğunu görürük. Hətta Francis Fukuyama belə liberalizmin milləti olmalıdır falan kimi yazılar yazmağa başladı və s. Amma bunun digər bir növbəti mərhələsi, çünki təhdidlər də böyüməyə başlayır. Yəni məsəl üçün köç qlobal bir təhdid alınır. Yəni milli dövlətlər, çünki sərhədlər çox artıq giriş-çıxış təhdidi altındadır. Və təhdidlər böyüdüyü üçün regional birliklər də bir qaçılmaz bir zərurət kimi ortaya çıxır. Məsəl üçün Türk Dövlətlər Təşkilatının yaradılması, bunun qlobal katalizatoru COVID-19-dursa, lokal katalizator Azərbaycanın zəfəridir. Yəni o çox dəhşətli dərəcədə, deməli Türk dövlətlərinin o uzun müddətdir üzərində işlədiyi o yekun qərarı verməsinə bir motivasiya mənbəyi olmuşdur. Yəni xüsusilə Azərbaycan, çünki bu çox həqiqətən tarixi bir deyək ki, bir nöqtədir, yəni zəfərdir. Prezidentin məsəl üçün son çıxışı var idi, səhv etmirəmsə, ki, bu Türk Dövlətlər Təşkilatı qlobal bir güc ola bilər və olmalıdır. Yəni olmalıdır ki, bu bir zərurətdir, ehtiyacdan yaranır. Globalizmə qarşı həm də bir cəhbə kimi. Çünki bir təhdidlər böyüyür istər-istəməz. Çünki Nicat mənim çox doğru qeyd edir, o sərhədlərin keçirgənliyi məsələsi. Çünki köçlə bağlı deyək ki, Amerikada Trump belə mübarizə apara bilmir. Şirkətlər deyək ki, dünyanın müxtəlif yerlərinə Meksikadan o şeylərə qarşı divarlara qarşı onları yerləşdirir məsəl üçün. Amerikalı məşhur siyasət nəzarətçisinin bu divarlar və suverenlik deyə məşhur kitabı var. Yəni əslində bax bu Türk Dövlətlər Təşkilatının yaradılması Azərbaycanın elə bir ki, güclü dövlət daxildə suverenlik və o qlobal hansı ki, tək başına bəzən öhdəsindən gələ bilməyəcəyi təhdidlərin önündə bərabər deməli mübarizə aparmaq üçün yaradılmış çox doğru bir addımdır. Bəli, çox doğru bir addımdır. Çünki dünya zaten bu mərhələyə gedir, regionallaşma, regional birliklərin yaranması. Çünki Türk dünyası da bu yerləşdiyi coğrafiyada bu dəyişimin iqtisadi və siyasi və hərbi transformasiyanın tam mərkəzində yerləşir. Və bunlar bir olduğu zaman o zaman ki, bunun dediyim kimi katalizatoru Qarabağ zəfəridir lokal olaraq. Bunu ABŞ-ın, Trump'ın Ümumdünya Səhiyyət Təşkilatından çıxmağı, yaşıl məsələsi o çıxmağı, bunlar hamısı o regionallaşmanın daha da sürətləndirəcək. Çünki dövlətlər bir qərar vermə mərhələsindədir və ona görə Türk Dövlətlər Təşkilatının yaradılması, yəni bunu belə deyək ki, böyük bir üst çərçivədən Türk refleksi kimi də deyək ki, ifadə etmək olar ki, o 2023-cü ildə Astanada ifadə edilən anlayışlar. Bu da deməli bir onun növbəti mərhələsidir. Çünki siz qeyd etdiyiniz kimi, yəni qloballaşma və s. o klassik suverenlik, falan milli dövlət, bunlar aşınmağa başlayır. Amma bu iki mərhələli şəkildə Azərbaycanın məncə çox daha həm zəfər qazanması və daxili məsələsini həll etməsi, o immunitet sistemini formalaşdırması, eyni zamanda onun o Türk Dövlətlər Təşkilatının yaranmasına bir motivasiya mənbəsi olması çox əhəmiyyətlidir. Dünyanı bir kənd, belə deyək də, qlobal dünyanın mərkəzində duran ideya bu idi ki, dünya bir kəndə çevriləcək. Onda bu utopik bir... Yəni bu postmodernistlər ümumiyyətlə deyirdilər ki, yəni modern sistemi tamamilə yox sayırdılar, amma son təhlildə yenə qazanan dövlətlər oldu. Yəni çünki dövlətlər səhnəyə geri qayıtdı. Yəni çünki yenə də əgər yeni bir sistem inşa olunacaqsa deyək ki, yenə dövlətlərin vasitəsilə, yəni dövlətlər əli ilə, yəni dövlətlər orada aparıcı bir rol oynayacaq yəni. Və biz bunu görürük də. Sadəcə mənə elə gəlir ki, bütün bu dediklərimiz bu gün üçün doğrudur, amma biz çox ciddi şəkildə dünyanın transformasiyası, texnoloji transformasiyasını görürük. Və bu transformasiyalar artıq fiziki məkan anlayışını bayaq sizə qeyd etdiyiniz kimi tam ciddi şəkildə aşınmaya məruz qoyur. Yəni fiziki məkan anlayışı suverenliyin əsas elementlərindən biri olaraq qalmaqdadır, hələ də qalır. Və bunun biz hələ də məsələn belə deyək də bayaq danışdığımız kimi, məsələn bir kiber dünyada suverenlik anlayışının hələ də kifayət qədər ciddi oturmamasının şahidiyik. Bunun nə nəzəri əsasları ciddi şəkildə işlənib, hazırlanıb, nə hüquqi normativ əsasları mövcuddur. Amma bu çox ciddi şəkildə, məsələn, fiziki məkan anlayışı üzərində qurulmuş milli suverenliyə təhdid yaradır. Çünki bugün bizim informasiya məkanımız, bütün ümumiyyətlə belə deyək də, institusional quruluşumuzun özü belə, məsələn, dövlətimiz daha çox elektron hökumət üzərində formalaşır və s. Bu çox ciddi şəkildə təsisatlanmış bir sistemə çevrilir. Amma bu özlüyündə də həm də yəni vahid, lokal bir məkan deyil. Bu çox ciddi şəkildə qlobal bir məkandır. Və burada qlobal mühitdən təsir imkanları kifayət qədər çox böyükdür. Ona görə də müasir
anlayışda olan suverenlik ideyası, yəni fiziki məkan üzərində hakimiyyət, effektiv nəzarət anlayışı ola bilsin ki, məsələn 10 ildən, 15 ildən və yaxud da daha qısa müddətdən sonra bu şəkildə işləməsin. Tamamilə fərqli yanaşmalar lazım gələcək buna. Çünki iqtisadi gəlişmələr artıq mənəvi dünyaya təsir göstərir. Bu tarixin bütün dövründə olub. İqtisadiyyat inkişaf elədikcə mənəviyyatda dəyişikliklərə səbəb olub. Bu sözsüz ki, bu cür anlayışlara da müasir qlobal iqtisadiyyat öz təsirini göstərəcək. Bəli, həm qlobal iqtisadiyyat, həm də texnoloji dəyişimlər, transformasiyalar çox ciddi təsir göstərəcək və mütləq hal-hazırda bunun üzərində kifayət qədər ciddi belə deyək də araşdırmalar və müəyyən təşəbbüslər mövcuddur, amma bunu hüquqi normativ bazaya salmaq və bunu milli çərçivələrə sığışdırmağın öz-özlüyünə Hələ belə deyək də, artıq yəni robotların və süni zəkanın etikasına, əxlaqına dair ciddi mətnlər var. Yəni bu fəlsəfə kafedralarında, dünyanın müxtəlif universitetlərində bununla bağlı yazılmış kifayət. Çünki hazır modern dünya insanın əxlaqı üzərində qurulmuşdur. İnsan fərd olaraq deyək ki, John Locke-da başlamışdı, yəni ki, o fərd, sonra bu millət olmuşdu və onun əxlaqı və onun dəyərləri. İndi isə buna yeni bir çünki 4-cü sənaye inqilabı ilə yazanlar necə yazır? Üç dünyanın bu bir-birinin içinə girməsi, yəni fiziki, bioloji və elektron dünyanın bir-birinin içinə girməsi. Çünki elektron dünyada bir şey var. Yəni Nicat müəllim bir kitabdan bəhs etdi başlanğıcda, kiber suverenlik məsələsi. Bu da bunun bir nəticəsidir, yəni ki, o Nicat müəllimin sonunda dediyi məncə çox qiymətlidir. Yəni ki, geniş şəkildə müzakirə olunur, bunun yenidən bir institutlaşdırılması prosesi gedir. Yəni bunu da və yaxın gələcəkdə görə bilərik. Mən düşünürəm ki, biz kifayət qədər bəzi məsələlərə aydınlıq gətirdik bu suverenlik mövzusunda. Vaxtımıza baxıram, vaxtımız deyəsən bizim dolub. Ona görə də mən istəyirəm sağollaşaq və biz növbəti dəfə, növbəti mövzularımızda yenə də sizinlə görüşəcəyik.